Gömrük rüsumu və tariflərin kimlərə faydası var? Ümumiyyətlə, gömrük rüsumu və tarif nədir? Tarif, xaricdən ixal olunan hər hansı bir məhsulun üzərinə tətbiq olunan bir növ vergidir. Və bu vergini hansı tərəf daha çox ödəyir? Xarici satıcı, yoxsa ölkə daxili alıcı? Bunun əsas qərar verilmə faktoru hansı tərəfin daha çox inelastik olması ilə əlaqəlidir. Bu mövzuya sonraki videolarda qayıdacağım. Yenidən keçək öz mövzumuza. Tarifin nəticəsində ölkəyə daxil olan malların qiyməti çoxalır, artır və daha bahalaşır. Bəs yaxşı, bu bahalaşırsa, istehlakçıya çətinlik yaradırsa, bunlar nə tətbiq olunur? Burada qazanan tərəf daxili istehsalçıdır. Yəni, misal üçün, ölkədə avtomobil istehsal edən şirkətlər var. Dövlət buna görə də xaricdən gələn avtomobillərə vergi rüsumu və tarif tətbiq edir ki, daxili istehsalçını qoruya bilsin. Çünki əgər xarici istehsalçı Azərbaycan bazarına misal üçün çox rahat şəkildə daxil olsa, artıq yerli istehsalçı bu rəqabətə tab gətirməyə bilər, hətta bağlana bilər. Bunun nəticəsində iş yerləri azalacaq, bəzi işləyənlər artıq işdən çıxarılacaq, bu da işsizliyi artırmasına gətirib çıxara bilir. Yəni, sözümün canı odur ki, istənilən siyasətin, istənilən bir mexanizmin itirən və qazanan tərəfləri var. Gömrük rüsumunun itirən tərəfləri daha çox istehlakçılardır, yəni alıcılar. Ancaq qazanan tərəfi isə yerli istehsalçılardır.